Herkese selamünaleyküm. Bugün sizlerle birlikte Elmir Niyazadənin videolarına baxırıq. Hələ də kanalıma abunə değilsinizsə aşağıdan dərhal kanalıma abunə olub bu videomu da like atmağı unutmayın. Birinci kimə sürməlidir? Bu ne pes fan top hərəkət da var. Sana niyə birinci Hayda. özü sürürsən? Necə yəni? Sən olsan birinci kimə süsərdin? Əlbəttə ki, sən sürərdim. Kimə sürəsən ki? Şurada 5 spontan mən də özümə süsmüşəm da. Yəni, kişi Bırak o məhlənin qeybəti. başında Günay qalır, tanıyırsan onu? Hansı Tahir'in qızı? Hə. Bırak gündə bir dənə maşından düşür. Ayıb deyə məhlənin başına kimi gəlirlər. Nə bilim brat. O məktəb vaxtından elədi də. Yəni gəzmədiyi oğlan qalmayıb, görüşmədiyi adam qalmayıb. Bildim qardaşım. Ayıb deyə məhləyə girirlər, çıxırlar. Nə deyim qardaşım? Günah öz boynuna. Nəysə, nəyimizə lazım. Salam qardaş, hər vaxtınız xeyirli olsun. Aleyküm salam qardaş. Bu məhəllədə qalansınız? Hə qardaş, buyur. Özürlə sana bir söz soruşacağam sizdən. Xeyir iş olacaq bu yaxınlarda. Amin, amin inşallah. Çox sağ ol qardaş, minnətdaram. Bir xanım haqqında maraqlanmaq istəyirəm. Ailəm maraqlanıb yaxşı qızdır. Dedim bir məhəllədən də gəlim soruşum. Qızın adı Günaydır. Tanımırsınız? Prosta bir dedim gəlim məhəllədən də maraqlanım. Necə qızdır? Məsləhətlidir? Yox, yoxsa necə? məsləhətlidir. Orada qalır brat. Hə. Məhlənin başında. Bəli, bəli. Qardaş məhəllənin başında qalır, çoxdan da tanıyırıq, eyni məhəllənin uşaqlarıyıq. Aha. Adına belə pis söz eşitməmişik, pis Oyda. hərəkətini eşitməmişik. Nə deyim qardaş? Yəni dərsdə ora-bura başın qatan qızdır, işə gedir, dərsinə gedir. Yəni belə artıq heç nəsə eşitməmişik ondan bağlı. Nə gözəl, nə gözəl. Çox sağ olun. Sağ ol qardaş. Allah xeyir razı olsun. Bir qardaş kimi məsləhət Qardaşlar aldım sağ sizdən. olsun. Sağ ol qardaş. Dedim Sağ ol. ki, sizdən də məsləhət edeyim. Çox Sağ sağ ol, olun, məlumatınız. Sağ olun. Brat, biz indi düz elədik yoxsa səhv? Nə bilim. Vallahi şərhlərdə siz yazın, düz elədilər yoxsa səhv. Bir dostum var idi, həmişə bir yerdə idiniz. Nə oldu ona? Zat oldu. Uşaqlarla bir il qabaq paylaşdığımız geri şəhərli. Eyni. Ha vallahi teva. İlk öncə 1 manata aldığım dönərin yanında niyə bu qədər salfetka verdiklərini başa düşməmişdim. Oyda. Allah kömək olsun. Varlarda qış. Süperdir. Məndə də vəziyyət belə. Aha. Fox gəlir, Fox. Görmədi ya, oaz. Super. Maşallah, hamı elə iPhone 17 alıbdır, nə hikmətdir. Ay zimi. Ataların xəyalındakı övlad. Aldım, vermişəm mamaya. Nəsə lazım olsa alarsınız. Oğul deyirəm, sənə oğul. Yaxşı oğlum. Bu hamamın işığını niyə həmişə belə yanlı qoyursunuz? Eləməyin də belə. Ata hər ay nə qədər pul verir işığa. Hayda. Yazıqdır bu işıq. Biraz ekonom olun da. Atalı gözünə point qazanıram. Qəşəng. Oğlum mən gedib çörək alıb gəlirəm. Ay ata hara gedirsən? Almışam da mən gələm. Ay zimi. Xalqım şahı. Gəl bura, gəl qucaqlayım səni. Ataların bitməyən bəhanələri. Hara görsən bala? Heç nə gəlim uşaqlarla çay içib gəlirəm. Evdə çay yoxdur? Evdə çay var, prosta evdə uşaqlar yoxdur da. Balaca qardaşın nədir bəs uşaq deyil? Onun nə dəxli var ay ata? Bəs mən də onu deyirəm də, onun nə dəxli var? Uşaqdır da, otur evdə də. Bəsdir də ata, gedib 1 saat oturub gəlirəm. Atanın keyfi yoxdur. Yaxşı olma şükür. Sən dərslərini oxumusan? Ay ata, mən məktəbi 10 il bundan qabaq. Ged 2-ci sinif gündəliyini Sən gətir. işləmirsən? İşləmirsən nə də ata, 1 saat qabaq gəlmişəm mən işdən. Boş-boş danışma, getmə bir dənə siqaret al gəl. Ay ata, sən siqaret çəkmirsən axı. Hər şeydə zaten. Yaxşı, get 10 dəqiqə vaxtım var. Get çay içirsən, neysən, get iç gəl. 10 dəqiqəyə nə də ata, 10 dəqiqəyə mən burdan həyətə güclə düşərəm. Yaxşı, 15 dəqiqə, get. 15 dəqiqə sonra burada ol. Ay getməm, sən qan, yaxşı getməm vəbşə. Düzəlməyəsən də sən heç vaxt. Oktay, qaqa kartımı 10 manat atdasa vaxt qaytaracam. İnanmayın, vallahi inanmayın da çox boş söhbətlər. Həqiqi belə kürək yoxdur da. O kürək dostlarınızı taq eləyin. Bu da təriflədiyiniz Kitay maşını. Təzə maşındır, belədir, elədir. Al, nə bilim, 5 il kapotunu açmayacaqsan, motoru görməyəcəksən. Gül kimi X5 satdırdınız, sanqan aldırdınız mənə. Heç bir ay deyil almışam, bir ay deyil almışam. Şüşəsilərin suyu qutarıb. Belə şey olar, açdım indi motoru da gördüm. Mən nə oldu, mən görməyəcəkdim bəs motoru.
Neyse. Danışanda biraz fikir verin də, cəmaətin başına oynatmayın yalandan. O özü. Şeytan Allah'dır. Ay yan... Pul kaldı orada. Yandıranı mı fırlattın? Yandıran fırladan dostlarınızı tag eləyin. Qızların evləndikdən sonraki dəyişimi. Münasibətimizi biraz irəli aparaq. Necə yəni? Evlənək. Zor. Mənimlə evlənərsən? Hə, əlbəttə evlənərəm. Hə, əlbəttə evlənərəm. Oy zibil. Nəysə, başım bıraxır. Biz elə sevgili qalsaq yaxşı. Hə, məntiqli. Nəysə, belə davam elə. iPhone vs Samsung. Xeyirli olsun qardaşım. Amma 15 yüzə köhnəlidir. 17 var, 17 görürsünüz. Sağlığına qismət. Xeyirli olsun brat, xeyirli olsun. Nə 15, nə 17, qaqanız buna baxın 17 Pro Max alır. Oo. Qardaşım sən telefonunu çıxart da görə sənin telefonun nədir? Sən də çıxar. Redmi olmasın. Samsung'dur yəni. Məndə heç də bırak. Köhnə Samsung'da. Bana. Neyse videomu beğenen like'ına Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. Hemen razıyam da I got facts over tracks. This and that, spitting slow, speaking fast. I could roast, I could gas. Think I'm okay at last, but I don't know if that can erase all the past and the pettiness. Sangam da It's hilarious. You think you're worth my time. You're delirious, mysterious because you are behind the fake exterior. Ay Sangam nətər X5 oxşuyur. Niyə sevgilim yoxdur? Niyə yoxdur ki? Alo, gəldim mən, çatdım parkdayam. Hə, yaxşı. Mən də yolda həmişə çatıram. Bəs mən səni necə tanıyacağam? Məni tanımayan özünü tanımır. Oho, qəşəng. Elmir Aləmdar. Ayda. Nə oldu ay usta? Sinə zibil gözümə toz girdi. Ay bizim ürəyimiz düşmüşdü burada. İnanırsan, Təzə maşın Kitay o qədər maşını alan səssiz dostum. işləyir. Keçən dəfə 100-lə sürürdüm, elə bildim saxlamışam, taşdım düşdüm maşından. Ay inanırsan, ev kamerasına yaxşı çəkilir, 360 dərəcə kamerası var. Baba. Gördün ayaq. Aa. Ay qaqa əllə açmadın indi. Olsunda fərqi nədir? Ay buna bax, heç sən adam çıxarır buradan. 我可以帮你什么？ Gördün nə dedi? Nə dedi ki? Deyir nətərsin Emir. Eşidirsən mahnının səsini? Eşidirəm, bu hara? Bu nədir? Yavaş-yavaş sürəndə həzin mahnı xır bax. A, bəsdir ala. Qızların bitməyən dırnaq sevdası. Bax, dırnaqlarım necə olur? Zor. Ayda, yenə başladıq da. Mən nə bilim necə olur. Ay, görə elə tepki verəsən, super. Da, yaxşıdır da, normal dırnaqdır da. Nə deməliyəm axı mən sənə? Kreditlər bir tərəfdən çıxır. Bu da boş-boş suallarla mən. Eyni vəziyyət. Mən hara vurum başımı görəsən? Ay görürsən maşının yağını dəyişmişdin yoxsa var. Bunun dırnaqlarına baxır. Elə bir Jaguar zaddır. Kimsə cırmağa hazırlaşır. Belə dırnaq olar. Yaxşıdır. Çox gözəldir, əla. Gedə bilərik? Hə, gedək. Hər knopkaya basan Çox oğlan. şirinsən, xəsiyyətlərimiz də bir-birini tutur. Bazar günü nə edirsən? Bəlkə edirəm görüşək. Çox sağ ol, amma bazar günü mənim toyumda evlənərəm ya mən. Ayda. Bəs 6-cı gün boşsan? Bilirəm, çox şirinsən, xəsiyyətlər. Ata tərəfi qohumları. Sən mənim ürəyimsən, dəlisən. Tamam. Nə olub ay qaqa kim idi? Ay heç sən biraz dayıma oğlu da. Sən inanırsan, fikir vermirsən yoxsa yox. Bu qohumlardan həmişə ana tərəf çox super, çox mehriban olur da bura. Ata tərəf var ha, zibildir də bura. Ata tərəf olur da. Onların var ha. Amma məndə tam tərsinədir. Başım bırax. Demə valla demə. Gör nə deyirəm qaqa, sən dayın oğlu uçsa yığan, elə ata tərəf qolundan sayırsan da sən də. Mən də ata tərəf qolum sayıram. Hə də elə sayılır da bura. Belə fikirləşəndə Səndir. o ayrı şeydir qaqa. Hə. Ay, başım çox pisdəydi. Ay da çox pis ağrıtdı. Canım, Ay Zibil, maşına eşli olmadı ki.
Da çox pisdəydi. Ayda nə oldu görürsən? Gözü görüm. Evet, son. Ay şükür bizim də ürəyimiz düşmüşdü burada. Bax Elmir, sənə dediyim kimi, mənlə münasibət davam eləmək istəyirsənsə, birinci növbədə maşınını dəyiş. Aha. Bundan Porsche al heç olmazsa ən azı. Aha. Aylıq gəlirin ən azı 5-6 min olmalıdır. 5-6 min. Qarşılaya bilərsən. Bunun manikürü Gözəl. var, pedikürü var, makyajı var. Mən elə belə evdən çıxmamışam. Hə, mən səni başa düşdüm. Yaxşı, bacardığım qədər çalışaram dediklərimi eləyim. Hə, yaxşı onda danışarıq yenə də. Oldu onda. Axşam yazacağam da sənə. Yaxşı yazarsan. Bay bay. Hələlik. Ay bil. Bir dəqiqə, sən burada qalırsan? Hə, nə olub ki, xoşuma gəlmədi? Ay yəni temada bir sözəm. Valla bu tərz insanları heç cür başa düşə bilmirəm. Nəysə dostlar, bugünkü videonun da sonuna gəldik. Videomu bəyəndisə like atıp aşağıdan da kanalıma abunə olmayı unutmayın. Və bunu da unutmayın ki, sevilirsiniz.